Salam əziz şagirdlərim, fe'l bölməsi ilə izahlarımıza davam edirik. Gəlin başlayaq. Fe'l nədir? Ümumi qrammatik mənasına görə, baxın, hərəkət bildirən əsas nitq hissələrinə fe'l deyilir. Hərəkət dedikdə həm aktiv, həm də pasiv hərəkətlər nəzərdə tutulur. Aktiv deyəndə nə nəzərdə tuturuq? Yəni ki, getmək, tullanmaq, görürsünüz, bunlarda aktiv hərəkət var. Pasiv hərəkət deyəndə isə dinlənmək, xatırlamaq, görürsünüz, bunlarda da hərəkət pasiv olmuş olur. Fe'llər müxtəlif zaman, şəxs şəkilçiləri qoşulmaqla nə olacaq, nə etmişdir, nə edəsidir, nə etsə və sair suallarına cavab vermiş olur. Fe'lin lüğəvi məna növləri var bir də. Onları da mən buradan qeyd edeyim. Siz də onlara diqqət yetirərsiniz. Bax, bir var fe'lin lüğəvi məna növlərindən. İş fe'illəri. İş fe'illərinə hansılara aid ola bilər? Məsələn, qazmaq, əymək. Sonra iki var hərəkət fe'illəri. Full yazıram, özünüz başa düşdünüzdə hərəkət fe'illəri. Daha sonra, məsələn, hərəkət fe'illərinə yürümək, tullanmaq, bunlara aid edə bilərik. 3 var nitqlə bağlı olan fe'illər, nitq fe'illəri. Danışmaq, dinmək. 4 də var təfəkkürlə bağlı. 4-də yazırsınız ki, təfəkkür. Təfəkkürlə bağlı fe'illər. Burada məsələn fikirləşmək, arzulamaq, bunları aid edə bilərik. Bir dənə 5 də var. 5-ə də yazırsınız ki, hal vəziyyət fe'illəri. Burada məsələn utanmaq, sevinmək, ağlamaq da bu fe'illərə aid olmuş olacaq. İndi gəlin fe'lin quruluşca növləri ilə davam edək. Fe'lin quruluşca növləri. Baxın, digər nitq hissələrində də gördüyümüz kimi, bildiyimiz kimi, hər biri quruluşca 3 cür oldu, sadə, düzəltmə, mürəkkəb. İndi fe'l bölməsinə gəlmişik və burada da görürük ki, fe'llər də quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Deməli, necə olacaq? Bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olsa, buna deyəcəyik ki, sadə fe'ldir. Məsələn, oxu, oxudu. Bax, görürük, qrammatik şəkilçisini qəbul edib. Oxuma, bax, qrammatik şəkilçisini qəbul edib. Oxusa, sa görürük, bax, qrammatik şəkilçisini qəbul edilmiş olacaq. Dilimizdəki sadə fe'llər əsasən milli mənşəlidir. İstisna olaraq xatırlamaq, bağışlamaq, tərcih etmək isə alınmadır. Bunu da yadımızda saxlayaq. Hansılar oldu? Sintin fosforluyum. Xatırlamaq, bağışlamaq və tərcih etmək fe'llər nə oldu? Alınma olmuş oldu. Baxın, bizə burada sadə fe'llərin cədvəli verilib. Çox yaxşı olar ki, siz bu verilən fe'lləri öyrənib, əzbərləyib yadınızda saxlayasınız ki, bu həm də sizə söz yaradıcılığı bölməsindən testləri işləyəndə kömək olacaq. Həm də ki, fe'l bölməsindən quruluş növlərini işləyəndə sizə daha rahat olacaq. Baxın, saralmaq sözü sadədir, alışmaq sözü sadədir, dindən bax dilinə yaramır, dinləmək sözü sadədir, ağdan ağla yaramır, ağlamaq sözü sadədir, bardan barış yaramır, barışmaq sözü sadədir, yırğalamaq sözü sadədir, bağışlamaq sözü sadədir, qızarmaq sözü sadədir, çalışmaq sözü sadədir, danlamaq sözü sadədir, yoxlamaq sözü sadədir, yarışmaq sözü sadədir, dağıtmaq sözü sadədir, sarsılmaq sözü sadədir, danışmaq, saxlamaq, qaldırmaq, anlamaq, kiçilmək, uzatmaq, uzanmaq, güləşmək, qışqırmaq, qarışmaq, dəyişmək, dağılmaq, düşünmək, gətirmək, gətizdirmək, tapşırmaq, islatmaq, alçalmaq, isitmək, sevinmək. Baxın, bu kimi fe'llər nədir? Quruluşda sadə fe'llər olmuş olacaq. Hətta bunun ardından yaza bilərsiniz ki, yumşalmaq sözü, yumşalmaq sadədir, ağnamaq, bax, ağnamaq sadədir, sonra soruşmaq sadədir, yapışmaq sadədir, dığırlamaq daha doğrusu sadədir, gödəlmək sadədir. Bax, bunlar testlər qarşınıza çıxacaq. Bunlara diqqət edirsiniz. Və yadınızda saxlayın ki, bunlar hansı növdə olacaq? Məsələn, bizə versin bir dənə fe'l, məsələn, dağılmaq fe'lin. Burada siz ıl şəkilçisini görüb, tez qaçıb gedib, bunu başqa bir növdə götürmürsünüz də. Bilirsiniz ki, dağılmaq sözü nədir? Sadədirsə, yəni bu olacaq hansı növdə? Məlum növdə olmuş olacaq. Bu qeydi də yadınızda saxlayın. Düzəltmə fe'llər leksik şəkilçilər vasitəsilə, yəni isim, sifət, say, əvəzi, zərf və fe'ldən düzəlir. Məsələn, işdən işlə, qocadan qocal, çoxdan çoxal, məndən mənimsə, yazdan yazdır, irəlidən irəlilə formasında düzəlmiş olacaq. Bildiyimiz kimi fe'llər də adlardan düzələn fe'llər yaranır, bir də fe'ldən düzələn fe'llər yaranmış olur. Gəlin indi bunlara bir təhlil eləmiş olaq. Birinci şəkilçimizin adı işdən işləmək yaranır, bağdan bağlamaq yaranmış olur. Lan şəkilçisi ruhdan ruhlanmaq, tozdan tozlanmaq. Bax, gördüyünüz kimi bunları parçalamadıq. Lan burada bir leksik şəkilçi kimi götürəcəyik. Laş. Birdən birləş. Bax, burada da laşlaşı parçalamadıq. Bir leksik şəkilçisi kimi götürdük. Dostdan dostlaş. Baxın, burada laşda bir leksik şəkilçisi kimi götürmüş olduq. Sonra al şəkilçisi düzdən düzəl, qocadan qocal formasında. Ar şəkilçisi, bax, otdan otar, ağdan ağar formasında. A şəkilçisi, bax, a yəni. Əldən ələ, qandan qanamaq. Yəni, ələmək və qanamaq fe'llərdə nə olacaq? Düzəltmə olmuş olacaq. Sa şəkilçisinə baxaq. Sudan susamaq, qəribdən qəribsəmək fe'l əmələ gəlir. I şəkilçisi turşdan turşumaq əmələ gəlmiş olacaq. Daha sonra ıq şəkilçisi var, gecikmək, duruxmaq və s. Aş şəkilçisi yanaşmaq.
Sonra imsə şəkilçisi var. Məndən, mənimsəmək. Ilda şəkilçisi var. Ilda əsasən yadınızda saxlayın ki, təqlidi sözlərə qoşulmuş olur. Məsələn, pıç bax. Burada təqlidi sözdür. Ilda da burada leksik şəkilçisidir. Yəni pıçılda sözü düzəltmə feil olmuş olacaq. Bir də yadınızda saxlayın və qeyd edin ki, al və ar şəkilçiləri daha çox sifətdən feil düzəltmiş olur. Bunu da qeyd edirsiniz. Al və ar şəkilçiləri daha çox sifətdən feil düzəltmiş olacaq. İndi gələk feildən düzələnlərə. Baxın, ıl şəkilçisi. Yazdan yazılmaq, baxdan baxılmaq. Sonra ın şəkilçisi. Oxudan oxunmaq, dendən deyinmək formasında. Iş şəkilçisi yazdan yazışmaq, gördən görüşmək formasında. Dır şəkilçisi yazdan yazdırmaq, qazdan qazdırmaq. Ar şəkilçisi çıxdan çıxarmaq, qopdan qoparmaq. Ir şəkilçisi bişdən bişirmək, köçdən köçürmək. It şəkilçisi oxudan oxutmaq, ala şəkilçisi səhvdən səpələmək, eşdən eşələmək. Ir şəkilçisi qazdan qazımaq, xala şəkilçisi ovdan ovxalmaq. Gördünüz, xalanı bir leksik şəkilçisi kimi götürdü. Dəl şəkilçisi döndən döndərmək, qun şəkilçisi uddan udqunmaq. Iz şəkilçisi qorxmaqdan qorxuzmaq, imsə şəkilçisi güldən gülümsəmək formasında yaranmış olacaq. Bu da belə. Bunu da yadınızda saxlayarsınız. İndi gələk qeydlərimizə. Qeydimizdə nə deyir bizə? Deyir ki, lan və laş şəkilçili sözləri tərkibinə görə təhlil edərkən şəkilçi işləndiyi sözdən asılı olaraq iki cür işlənə bilər. Bunu müəyyən etmək üçün şəkilçinin la hissəsindən sonra maq məstər şəkilçisini artırmaq lazımdır. Əgər məstər şəkilçisi qoşulanda bax məna bağlılığı olarsa, dilimizdə elə söz olarsa, o zaman şəkilçi parçalanaraq iki leksik şəkilçi kimi götürüləcək. Əks halda isə bir leksik şəkilçi kimi götürmək lazım olacaq. Məsələn, alovlanmaq sözünə baxaq. Alov sözün köküdür, lan leksikdir, maq da qrammatik olmuş olacaq. Burada alovlamaq artıranda dilimizdə alovlamaq feili yoxdur. Alovlamaq feili dilimizdə olmadığına görə burada biz lanı bir leksik şəkil kimi götürmüş olacağıq. Salamlaşmaq feilinə baxaq. Bax, salam sözün köküdür. Burada parçalayacaq la və ş formasında parçalanmış olacaq. Yəni burada laşı parçaladıq iki leksik şəkilçisi kimi. Çünki dilimizdə salamlamaq feili vardır. Dilimizdə belə söz var. Ona görə də burada la və ş-nı parçalamış oldu. İndi qeyd içimizə gələk. Qeyd içimizdə də deyir ki bizə, bəzi sözlər var ki, onlar məsələn yuxarıda dediyimiz qaydaya tabe olmayacaq. Məsələn, baxın, vidalaşmaq, ayaqlaşmaq, üzləşmək sözlərində. Burada vida sözün köküdür. Bax, vidalamaq dilimizdə yoxdur. Laş deməli bir leksik. Maq da qrammatik. Ayaq sözün kökü laş bir leksik. Maq qrammatik. Üz sözün kökü ləş leksik. Mək isə bir qrammatik formasında olmuş olacaq. Məsələn, bura əlavə eləyə bilərik ki, bir leksik şəkilçi ilə olanlardan. Qabaqlaşmaq. Qabaq sözün köküdür. Laş burada bir leksikdir, maq qrammatikdir. Sonra məsələn, üzləşmək. Baxın, üst sözün köküdür, ləş bir leksikdir, məcdə qrammatik olmuş olar. Məsələn, bunlar da qeyd edə bilərik ki, bir leksik şəkilçidən ibarət olmuş olacaq, parçalanmayacaq bunlar da. Amma daşlaşmaq sözünə baxaq. Daş deməli sözün köküdür, la və şir formasında bunu parçalaya da bilərik və yaxud da bunu bir leksik şəkilçi kimi də götürmüş ola bilərik. Yerinə görə, mənasına görə bu artıq dəyişmiş olacaq. Əgər biz desək ki, bir-birini daşlamaq, daş atmaq mənasında işlənəndə, o zaman olacaq bu daşlaşmaq feili. İki hissəyə parçalayacaq bunu. Yəni, laş parçalanacaq iki hissəyə. Hansı mənada dediyim? Bir-birinə daş atmaq mənasında. Və yenə də görürsünüz, nə oldu? Quruluşda düzəltmə oldu. Amma biz bunu nə zaman bir leksik şəkilçi kimi götürəcəyik yaxşı? O zaman olacaq ki, bu da bərkimək mənasında işlənsin, bərkimək mənasında. Məsələn, sement daşlanışdı, yəni bərkidi mənasında. O zaman bir leksik şəkilçi kimi götürmüş olacağıq. Və burada da gördüyümüz kimi düzəltmə olmuş oldu. Məsələn, şagirdləri bununla çaşdıra bilərlər ki, bir və iki leksik şəkilçi kimi görürsən parçalanıb, amma düzəltmə olduğuna diqqət edə bilmirsən də. Məsələn, birində yaza bilər ki, sadə, birində yaza bilər düzəltmə. Xeyr, sadə deyil. Düzəltmə də hər ikisi bir leksik şəkilçi kimi də götürəndə, iki leksik şəkilçi kimi də götürəndə həmin söz düzəltmə olmuş olur. Bunu da yadınızda saxlayın. Məsələn, verə bilər ki, uşaqlar daşlaşdı və sement daşlaşdı cümləsini verə bilər. Deyə bilər ki, burada məsələn, uşaqlar daşlaşdı da, daşlaşdı sözü nədir? Düzəltmədir, amma sement daşlaşdı da isə sadədir. Xeyr, yanlışdır. Hər iki cümlədə daşlaşdı sözü nə olmuş olacaq? Düzəltmə olmuş olacaq. Bu da belə. Və yaxud da indi biz bəzi sözləri yazaq bura, təhlil edək. Bir də bu qeydimizdə deyim, daha sonra davam edək onunla. Rastlaşmaq deməli feilinə də baxaq. Rastlamaq feildilimizdə var. Xeyr, belə bir söz yoxdur. Ona görə parçalanmayacaq. Deməli, burada da rastlaş bir məna əlaqəsi olmadığına görə, deməli, burada bir leksik şəkilçi kimi götürmüş olacaq. La və ş burada parçalanmayacaq. Çünki dilimizdə rastlamaq deyə bir feil yoxdur. Daha sonra burada yazaq. Sizə qeyd edeyim bu sözləri. Məsələn, lanla olan sözlərimizə baxaq. İndi necə parçalanacaq və yaxud da nə vaxt parçalanmayacaq. Alovlanmağı dedik ki, burada parçalanmayacaq, bir leksik şəkilçi kimi götürəcəyik. Məsələn, lovğalanmaq sözünü yazaq. Lovğalanmaq. Baxın, burada lovğa sözün köküdür. Burada lanı bir leksik şəkilçi kimi götürmüş olacaq. Və yaxud da soram yazaq bura.
Bunu yazdısa sileyim, sonra davam edelim. Sonra dillənmək məsələn. Dillənmək. Xəttim biraz səhvsiz ola bilər, onun üzrlü sayın. Qələm əldə yaxşı yazmır. Dildən olacaq, dilləndən də dillənmək. Demək, burada lən də bir leksik şəkil kimi götürəcəyik. Sonra işıqlanmaq sözündə, baxın. İşıqlanmaq. İşıq sözün köküdür, lanı bir leksik şəkil kimi burada da götürmüş olacaq. Sonra alovlanmaq var, baxın. Burada da alovlanmaqda da lanı bir leksik şəkil kimi götürəcək. Bu sözləri deyirəm, testlərdə qabağınıza çıxa bilər. Ona görə bunları vurğuluyorum sizə. Sonra nurlanmaq var. Burada da lan bir leksik şəkil kimi olacaq. Nurlanmaq. Bax, nurdan, nurlanmaq forması. Bir leksik şəkil kimi bunu da götürmüş olacağıq. Sonra parçalanmaq məsələn, baxın. Parçalanmaq. Amma baxın, yadınızda saxlayın. Parçalamaq, parçalanmaq. Burada artıq lanı parçalamış olacaq. Sonra qurulanmaqda. Qurulanmaq. Qurudan, qurula, quruladan lan, qurulan və maq forması. Burada da gördüyünüz kimi lanı parçalamış olduq. Daha sonra parçalayanlardan hansını əlavə edə bilərik? Lanı hansısa sözdə parçalaya bilərik? Toplanmaq sözündə. Toplanmaq. Topdan, topla, topladan, toplanmaq formasında bölmüş olduq. Burada deyə bilərsiniz top sözü. Burada top sözü cəm mənasındadır. Bunu da yadınızda saxlayın. Yəni cəm formasında top, toplanır və toplan formasında təhlil eləmiş olacaq. Bu da belə. Məncə bu hissədən sizə qaranlıq nəsə qalmamalıdır. Sonra qeyd üçümüzdə dedik ki, bəzi fiillərdə laş və lan şəkilçiləri parçalana bilər, parçalanmaya da bilər. Buradan birin bayaqlar dedik, baxın, daşlaşmaq sözünü dedik. Daha sonra sulanmaq var, həm parçalaya bilər, yerinə görə parçalanmaya da bilər lan. Bir də yağlanmaq sözdür ki, yerinə görə lanı həm iki leksik, həm də bir leksik şəkilçi kimi götürə bilərik. Bir də ayaqlanmaq sözün. Baxın, ayaqlaşmaqda nə yazdıq? Ayaqlaşmaq. Ayaqlaşmaqda dedik, ayaq sözün köküdür. Laş bir leksik şəkilçi, maq da bildiyimiz gibi qrammatik şəkilçi. Laşı yəni bir leksik şəkilçi kimi götürdük. Amma ayaqlanmaq sözündə bunu yerinə görə, istifadə qaydasına görə, işləndiyi cümləyə görə həm bir leksik şəkilçi kimi düşünə bilərik, həm də iki leksik şəkilçi düşünə bilərik. Bax, ayaqlanmağı, laşı yox, ayaqlanmağı. Bunu da yadınızda saxlayarsınız. İndi gəlirik mürəkkəb feillərə. İki və daha artıq sözün birləşməsindən yaranıb. Məsələn, yazıb oxumaq, kömək etmək, yaza bilmək və s. Mürəkkəb feillər həm bitişik, həm defislə, həm də ayrı yazılmış olacaq. Sağollaşmaq, istiotlamaq, xudahafizləşmək, xoşanlamaq sözləri də bitişik yazılan mürəkkəb feillərdir. Bunları da yadınıza saxlayın. Hansılar? Sağollaşmaq, istiotlamaq, xudahafizləşmək, xoşalamaq sözləri də bitişik yazılan mürəkkəb feillər olmuş olacaq. Mürəkkəb feillərin əmələ gəlməyi yolları hansılardır? Onları nəzər salaq. Olmaq, etmək, eləmək, qılmaq, köməkçi feillərini digər nitq hissələrini artırmaqla. Məsələn, kömək etmək, yaxşılıq etmək, dost olmaq və s. A, ya şəkilçi qəbul etmiş feillə bilmək sözünü artırmaqla. Oxuya bilmək, danışa bilmək və s. Eləmək, etmək, olmaq, bilmək sözləri müstəqil feil də ola bilər. İndi baxaq görə nə zaman bu baş verir? Etmək və eləmək yadınızda saxlayın ki, feilləri yerinə yetirmək mənasını ifadə edərkən müstəqil olur. Baxın, hansı mənanı yerinə yetirmək mənasını bildirəndə müstəqil olur. Sadə feil kimi işlənmiş olacaq. Məsələn, mən tapşırıqları etmişəm. Yəni, yerinə yetirmişəm mənasında müstəqil feil olmuş oldu. Olmaq feili isə yaşamaq, iştirak etmək, var olmaq, mövcud olmaq. Bunları yadınızda saxlayın. Hansı mənalar oldu? Yaşamaq, iştirak etmək, var olmaq və mövcud olmaq mənalarını ifadə edərkən müstəqil olur və sadə feil kimi işlənmiş olur. İclasda oldum. Neynədim? Yəni, iştirak etdi mənasında müstəqil feildir. O şəhərdə olur. Yəni, yaşayır mənasında müstəqil feil kimi işlənir. İndi gəldik, bilmək feili nə zaman müstəqil feil kimi olacaq? Bəli, bu da məlumatı olmaq, xəbəri olmaq mənalarında nə olmaq? Məlumatı olmaq, xəbəri olmaq mənalarını ifadə edərkən müstəqil feil olur və sadə feil kimi işlənəcək. Məsələn, mən bunları bilirəm. Yəni, xəbərim var, məlumatım var kimi düşünəndə olur, bu bilirəm. Feili sadə feil. Rast gəlmək, qalib gəlmək kimi bir anlayışı bildirib, leksik vahid kimi izah edilə bilən frazoloji birləşmələr də mürəkkəb feil sayılır. Bax, yadınızda saxlayırsınız ki, rast gəlmək, qalib gəlmək kimi bir anlayışı bildirib, rast gəlmək, qalib gəlmək kimi bir anlayışı bildirib, leksik vahid kimi izah edilə bilən frazoloji birləşmələr də mürəkkəb feil sayılmış olur. Daha sonra əks və yaxın mənalı müstəqil feillərin birləşməsi ilə oturur, durur, çalışıb vuruşmaq və s. Ib şəkilçisi qəbul edən feillərə getmək, çatmaq, keçmək, çıxmaq, gəlmək və s. feillərinin qoşulması ilə mürəkkəb feillər əmələ gəlmiş olur. İndi baxaq feilin təsdiq və inkarına.
Feillər hərəkətin icra edilib edilmədiyinə görə iki yerə bölünür. Təsdiq və inkar feillərdir. Hərəkətin icra edildiyini və ya icra ediləcəyini bildirən feillərə təsdiq feillər deyəcəyik. Bax, gör, oxu və s. Hərəkətin icra edilmədiyini bildirən feillərə isə inkar feillər deyəcəyik. İnkar feillər maməl şəkilçisi ilə yaranmış olur. Məsələn, baxma, vurma formasında olacaq. İnkar şəkilçiləri, baxın, yadınıza saxlayın. Nədir? Qrammatik şəkilçilərdir. İnkar şəkilçisi qrammatik şəkilçidir. Feilə aid yeganə qrammatik şəkilçidir və bunu da yadında saxlayın. Özündən sonra maq məsələ şəkilçisini qəbul edə bilir. Hansılar yadımıza saxladıq? Bax, inkar şəkilçisi qrammatik şəkilçidir. Feilə aid, bax, yeganə qrammatik şəkilçidir ki, özündən sonra maq-mək məsələ şəkilçisini qəbul edə bilir. Yazmamaq, baxmamaq və s. İnkar şəkilçili söz, bax, təsdiq məzmunu da ifadə edə bilər. Necə? İnkar şəkilçili söz təsdiq məzmunu da ifadə edə bilər. O nəyi də bilməz ki, yəni ki, hər şey edə bilər mənasında da, təsdiq mənasında bildirir. Feilin lazım şəklinin inkarı yalnız deyil sözü ilə düzəlir. Hansı o lazım şəklinin, bax, lazım şəklinin inkarı yalnız deyil sözü ilə düzəlir. Yazası deyil, deməli deyil və s. İndiki və qeyri-qəti gələcək zamanlarda, hansında odur? İndiki və qeyri-qəti gələcək zamanlarda maməl şəkilçisindəki sait nə edəcək? Düşmüş olacaq. Oxumur, yazmaz və s. Qeyri-qəti gələcək zaman inkarda işlənərkən, üçüncü şəxsin təkində və cəmində ar zaman şəkilçisinin tərkibində var. R samiti Z samitinə keçmiş olacaq. R nəyə keçdi? Z-ya keçmiş olacaq. Oxumaz, yazmaz və s. formasında. İnkarlıq şəkilçisi ma ilə isim və sifət düzəldən ma şəkilçisi bir-birindən fərqlənir. Baxaq görək bunları necə fərqləndirə bilərik? Necə ayıraq ki, hansı inkar şəkilçisidir, hansı isim sifət düzəldən madır? İnkar şəkilçisi, bax, qrammatik şəkilçisidir dedik. İnkar şəkilçisi vurğu qəbul etmir. Bax, bir mənalar yadınıza saxlayın. İnkar şəkilçisi vurğu qəbul etmir. Amma isim və sifət düzəldən maməl şəkilçisi leksik şəkilçisidir. Həmçinin də isim və sifət düzəldən maməl şəkilçisi vurğu qəbul eləmiş olacaq. Vurma, qazma, bölmə və s. formasında. İndi gəldik feilin qrammatik məna növlərinə. Baxın, diqqətli olun bu hissədə. Feilin qrammatik məna növləri İş görənlə, bax, iş görən kimdir? Subyekt. Yəni, subyektlə üzərində iş görülən əşya nə olmuş olacaq? Obyekt. Bunların arasındakı qarşılıqlı münasibəti bildirir. Bax, nə? Feilin qrammatik məna növləri iş görənlə, yəni subyektlə üzərində iş görülən əşya, yəni obyekt arasındakı qarşılıqlı münasibəti bildirir. Feilin qrammatik məna növlərinin şəkilçiləri nə olacaq? Leksik şəkilçilərdir. Feilin qrammatik məna növlərinin şəkilçiləri nə olmuş olacaq? Leksik şəkilçilər olmuş olacaq. Və feilin qrammatik məna növləri hansılardır? Yadımızda saxlayaq. Yəqin ki, hər kəs bilir. Məlum növ, məhsul növ, şəxsiz növ, qayıdış növ, qarşılıq bircəlik növ və icbar növ. Neçə oldu? Deməli, feilin qrammatik məna növlərinin 6 dənə saydıq. Baxın, sayını da bura yazam. Göz yaddaşı ilə də yadımızda qalsın. 6 dənədir. Feilin qrammatik məna növləri neçə dənə olmuş oldu? 6 dənə. Baxın, subyekt işi icra edəndir. Subyekt işi icra edəndir. Subyekt yadınıza saxlayın ki, subyekt yəni ki, qaçıb mübtəda götürmürük də. Subyekt hər zaman mübtəda olmur. Baxın, testimizin cavabı daha. Yadınıza saxlayın. Subyekt hər zaman mübtəda olmur. Və subyekt nə oldu? İşi icra edəndir. Hər zaman mübtəda olmur. Cümlədə subyekt tamamlıq kimi də çıxış edə bilər. Tamamlıq kimi də, vasitəli tamamlıq kimi də çıxış edə bilər. Məsələn, kitab Əli tərəfindən oxundu cümləsində nə görürük? Bax, Əli nədir burada? Görürük ki, subyektdir. Subyektsə yazılır. Bu amma nədir? Bax, tamamlıq vəzifəsindədir. Oxundu, nə? Kitab kim tərəfindən? Əli tərəfindən. Nə oldu burada? Deməli, subyekt tamamlıq olmuş oldu. Yəni, subyekt hər zaman mübtəda olmur. Bu cümlədə olacaq kitab, obyekt, Əli isə olacaq nə? Subyekt. Oxundu isə hərəkət. İndi başlayaq məlum növünə davam edək. Feilin məlum növündə iş görən, qrammatik cəhətdən məlum. İş görən nə idi? Subyekt. Yəni subyekt qrammatik cəhətdən məlum olmuş olur. Məsələn, Əli qapını açdı. Baxın, qapını açan kimdir? Əlidir. Subyektimiz məlumdur. Məlum növün xüsusi qrammatik göstəricisi yoxdur. Yəni, onun özünə məxsus bir şəkilçisi yoxdur. Buna görə də rahatlıqla deyə bilərik ki, digər qrammatik məna növündə olmayan feillərin hamısı olacaq məlum növdə. Və məlum növ quruluşca sadə düzəltmə və mürəkkəb olmuş olur. Sadə düzəltmə və mürəkkəb olmuş olacaq. Digər növlər bilirik ki, sadə ola bilməyəcəklər, çünki onların özünə məxsus şəkilçisi var. Məlum növün xüsusi qrammatik göstəricisinin olmaması o demək deyil ki, digər leksik şəkilçiləri qəbul edə bilməz. Həm adlardan feil düzəldən, həm də feillərdən feil düzəldən şəkilçiləri qəbul edə bilər. Məsələn, qonağı ötürdük. Ötməkdən ötürmək, ötürdük ki formasında. O hamını güldürdü.
güldürdü. Biz vidalaşdıq. Vida sözün kökü laş leksik, dığında bilirik ki ayrırıq. Nənəm qocalıb. Qoca sözün kökü l leksik, ıb da burada qrammatik olmuş olacaq. İndi baxaq. Deyir ki, digər qrammatik məna növləri xüsusi şəkilçilərlə düzəldiyindən onlar heç vaxt quruluşda sadə ola bilməz. Baxın, bu bayaqlarda dedim sizə. Digər qrammatik məna növləri xüsusi şəkilçilərlə düzəldiyindən onlar heç vaxt sadə, quruluşda sadə ola bilməz. Həmin qrammatik məna növləri quruluşda ancaq düzəltmə və mürəkkəb olur. Feilin qrammatik məna növünü müəyyənləşdirmək üçün qrammatik məna növünün formal əlaməti, feildən düzəlmə və qrammatik məna növünün məzmunu nə etməlidir? Təbii ki, vəhdət təşkil eləməlidir. Bunlardan biri və ya heç biri olmazsa, bax bu sadaladıqlarımızdan biri və yaxud da heç biri olmazsa, həmin feillər nə olacaq? Məlum növdə olmuş olacaq. Yəni, feilin qrammatik məna növlərini müəyyənləşdirmək üçün nəyə baxırıq? Qrammatik məna növünün formal əlamətinə, şəkilçisinə, feildən düzəlmə və ya qrammatik məna növünün məzmununa baxırıq. Bunlar vəhdət təşkil eləməlidir. Əgər bu vəhdətdən hansısa biri pozlarsa, vəhdət təşkil eləməzsə, o zaman onu götürürük. Biz nədə? Məlum növdə. Qaralmaq sözünə baxaq. Burada qara sözün köküdür, l leksikdir, maq da bu qrammatikdir. Burada qara nədir? Sifət. Deməli, bu sözü məzmun etibarilə qayıdış növə çox bənzəsə də, bu qayıdış növə aid olan ıl və ın şəkilçilərindən heç birini qəbul eləməyib. Sifətdən əmrə gəlib və demək ki, bu qayıdış növ hesab oluna bilməz. Yəni, bunun hansı növdə olmuş olacaq? Məlum növdə olmuş olacaq. Qeyddə deyir ki, bizə məlum növdən başqa digər qrammatik məna növləri feildən düzəlməlidir. Bax, feildən düzəlməlidir. Buna diqqət edirsiniz. Feildən düzəlməlidir. Bax, qaralmaq da gördük, sifətdən düzəldiyindən görə onu götürmədik qayıdış növdə. Çünki o məlum növdə olmuş oldu. Lakin ola bilər ki, sözün kökü feil olmasın. Məsələn, salamlaşdıq. Amma ki, feildən düzəlmiş olsun da. Bax, salamlaşdıq sözün təhlil eləyək. Salam sözün köküdür. La burada olacaq leksik, ş olacaq leksikdir və q da olacaq qrammatik. Burada salamlaşdıq sözündə kökü baxın, salam ismi olsa da, amma bu qarşılıq növdə götürəcək. Çünki salamlaşdıq, salamlamaq feilindən yaranıb. Bax, feildən yarandığına görə biz bunu artıq qarşılıq növdə götürmüş olacaq. Məlum növdən bu qədər. İndi keçirik məhsul növə. Məhsul növ, bax, yadınızda saxlayın ki, burada kim tərəfindən işin icra olunduğu bilinmir. Bizə məlum deyil ki, bu işi kim görüb. İşin kim tərəfindən icra olunduğu məlum olmur. Və bu məhsul növün də xüsusi qrammatik şəkilçisini yadımızda saxlayırıq ki, ıl, ın və n şəkilçiləri olmuş olacaq. Və bir də burada qeyd olaraq qabağından yazın ki, məhsul növün. Burada obyekt bərabər olmuş olur mübtədaya. Obyekt bərabər olmuş olur burada mübtədaya, məhsul növdə. Məktub yazıldı. Yazıldı nə? Məktub. Gördünüz, burada o məktub obyektdir və o cümlə üzvü olaraq nədir? Mübtəda olmuş olacaq. Şəkil çəkildi. Çəkildi nə? Şəkil. Şəkil burada obyektdir, cümlənin mübtədasıdır və çəkildi sözü burada nə olmuş olacaq? Məhsul növdə olmuş olacaq. Çünki şəkil çəkən məlum deyil. Məhsul növ feillərdə obyekt subyektin yerini tutur, cümlədə mübtəda vəzifəsində çıxış edir. Əli kitabı oxudu cümləsində. Bax. Kitabı sözü nə olmuş oldu? Obyektdir. Yəni, üzərində iş icra olunandır. Bu cümləni məhsul növdə işlətsək, kitab oxundu şəklində işlənəcək. Və artıq burada nə olmuş olacaq? Kitab sözü cümlənin mübtədası olmuş olacaq. Deməli, obyekt subyektin yerinə keçdi, cümlədə mübtəda oldu. Təsriflənən məhsul növdə işlənmiş feillərdə obyekt mübtəda ola bilər. Nə deyir? Təsriflənən məhsul növdə işlənmiş feillərdə obyekt mübtəda ola bilir. Subyekti isə bərpa etsək də, o ancaq nə ola bilər? Vasitəli tamamlıq vəzifəsində çıxış edəcək. Məsələn, nə? Bizə verib ki, torpaq kəndi tərəfindən əkildi. Əkildi, bax, burada nə? Torpaq mübtədadır. Kəndi tərəfindən, bax, kəndi subyekt olsa da nə oldu? Tamamlıq olmuş oldu. Burada torpaq isə bizim obyektimiz olmuş olacaq. Bu feillərdə işin kim tərəfindən icra olunduğu məlum olmur, bayaq da dedik. Lakin bu o demək deyil ki, işi icra edən yoxdur. İşin icrasında subyektin iştirakı var. Lakin məqsəd subyektin iştirakı deyil. İlk növbədə nədir? Onun gördüyü işi qabarıq verməkdən, xatırlatmaq ibarət olduğu üçün, yəni xatırlatmaqdan baxın, o işi qabarıq verməkdən ibarət olduğu üçün subyekti nə edirlər? Zahirə çıxara bilmirlər. Naməlum qalmış olur. Məhz subyektin, subyekt nə idi? İşi görən. Subyektin meydanda olmadığını əsas tutaraq bu növ feillərə məhsul növ adı verilir. Əslində isə məhsul olan feil deyil. Həmin işin nə idi? İcraçısıdır. Yəni subyektdir. Məhsul növ feillərdə subyektin, yəni işi görənin olmaması formal xarakter daşıyır. Çünki subyekt cümlədə mübtəda kimi, aktiv subyekt kimi iştirak eləmir. Tapşırıqlar yoxlandı cümləsində iş görən bəllidir. Kim tərəfindən tapşırığın yoxlandığı bilinmir. Bu cümləyə iş görəni tərəfindən qoşulmalı sözlə bərpa edə bilərik. Məsələn, tapşırıqlar müəllim tərəfindən yoxlandı.
Bu cümlədə nə oldu? Subyekt artıq müəllim nədir? Subyekt işlənmiş oldu. Amma necə işləndi? Gəldi tamamlıq rolunda çıxış elədim. Və bu subyekt işlənsə də burada biz artıq demirik ki, bu cümlənin xəbəri artıq məlum növdə olmuş olur. Xeyr, burada yenə də cümlənin xəbəri nə olmuş olacaq? Məchul növdə olmuş olacaq. Cümlədə subyekt tərəfindən qoşmalı sözlə bərpa oluna bilsə də, fe'li növü baxın nə yazıb? Məchul olaraq qalır. Məlum növə keçmir. Bəzən kitab oxundu və sair məchul növdə fe'l işlənmiş cümlələrdə subyekt tərəfindən qoşmalı sözlə bərpa olunur və məlum növdə hesab olunur. Bu doğru yanaşma olmayacaq təbii ki. Çünki subyekt aktiv subyekt kimi, yəni mübtəda kimi bərpa oluna bilmir. Tamamlıq kimi bərpa olunur. Deməli, kitab oxundu və kitab Əli tərəfindən oxundu cümlələrinin hər ikisində fe'l nə olacaq? Məchul növdə olacaq. İkinci cümlədə nə olsun? Subyekt Əli var. Amma o aktiv subyekt deyil. Ona görə biz onu tamamlıq kimi burada işlətdik və oxundu. Burada olmuş oldu məchul növdə. Bunları daha yaxşı yadınızda saxlayın. Baxın, nöqtə-nöqtə izah edirəm. Yazdırıldı və çatdırıldı. Baxın, yazdırıldı və çatdırıldı və sair tipli sözlər məchul növdə işlənmiş fe'llərdir. İcbar növdə deyil. Başlanğıc forma hansı şəkilçi ilə bitirsə, bax, başlanğıc forma hansı şəkilçi ilə bitirsə, qrammatik məna növü də həmin şəkilçi əsasən müəyyən olunur. Baxın, bunu qeyd olaraq yazın qəşəng-qəşəng. Başlanğıc forma hansı şəkilçi ilə bitirsə, qrammatik məna növü həmin şəkilçiyə əsasən müəyyən olunmuş olacaq. İndi yazdırıldı və çatdırıldı sözün təhlil edək. Yazdan yazdır, yazdırdan yazdırıl və d da burada olur qrammatik. Çatdan çatdır, çatdırmaqdan çatdırılmaq, çatdırılmaqdan çatdırıldı. Baxın, burada görür ki, sonuncu leksik şəkilçi hansıdır? Ildır. Deməli, bunlar nə olmuş oldu? Bunlar icbar növdə deyil, bunlar oldu məchul növdə. Bu da belə. İndi başlayırıq şəxsiz növ haqqında məlumat verməyə. Şəxsiz növ fe'llərdə subyekt, yəni iş görən məlum olmur. Bu növün xüsusi qrammatik şəkilçiləri ıl və ın şəkilçiləridir. Baxın, gördük, məchul növdə də şəkilçi ıl və ındır. Şəxsiz növdə də görür ki, ıl və ındır. Bunlar bax, dediyimiz hərəsinə aid özünə məxsus xüsusiyyət var. Bunlarla ayırırsınız ki, hansı məchul növdədir, hansı şəxsiz növdə olmuş olacaq. Dedi ki, baxıldı, əməl olundu nəyə? Baxın, əsasən bu şəxsiz növdə olan fe'llərə nəyə sualını verə bilir. Məsələn, baxıldı, nəyə, əməl olundu, nəyə. Baxın, kimə və nəyə suallarını buna verə bilərik. Və yadınızda saxlayırsınız ki, bu şəxsiz növ fe'llər qeyd olaraq hətta qeyd dəftərinizə yazın. Bu nəyə sualında yazın ki, baxıldı, nəyə, yəni sual verərək də xəbərə bilmək olur. Bu, yəni şəxsiz növdə olan fe'l. Bir də yazırsınız ki, şəxsiz növdə olan, bax, bu şəxsiz növlə bağlı qeyd yazın. Yazın ki, özündən əvvəl yönlük, çıxışı qallı söz tələb edir. Özündən əvvəl yönlük, vergül, çıxışlı qallı söz tələb edir. Məsələn, baxıldı nəyə? Məsələn, ərizəyə baxıldı. Ərizəyə baxıldı. Baxın, ərizəyə baxıldı. Bu da belə. Məncə başa düşdük bu hissəni. İndi davam edək. Deyək ki, şəxsiz növ fe'llərdə mübtəda olmur və onu bərpa eləmək də mümkün deyil. Şəxsiz, bax, fe'llər daha çox rəsmi işgüzar üslubda da işlənir. Bax, ise konkret olaraq şəxsiz növə yazırsınız ki, subyekt yox. Konspektləşdirək də. Subyekt yox. Mübtəda yox. Mübtəda yox. Bax, özünüz üçün belə qısaltmalar eləyərək də yadınızda saxlaya bilərsiniz bunu. Bu qeydləri də yazdınız, indi davam eləyək. Məchul növlə, bax, əsas fərqi odur ki, bu şəxsiz növün. Məchul növdə cümlədə mübtəda işlənə, bərpa oluna bilir. Məsələn, dediyək, orada tərəfindən qoşması ilə bərpa edə bildi. Amma şəxsiz növdə mübtəda işlənmir. Bərpa eləmək də olmur. Nə oldu? Şəxsiz növdə mübtəda işlənmir və onu bərpa eləmək də olmur. Şəxsiz fe'llər ancaq üçüncü şəxsin şəxs şəkilçilərini qəbul edir. Ancaq bax, üçüncü şəxsin şəxs şəkilçilərini qəbul edir. Məchul növü isə bütün şəxslər üzrə dəyişir. Məchul növ nədir? Bütün şəxslər üzrə dəyişdi. Amma şəxsiz fe'llər ancaq üçüncü şəxsin şəxs şəkilçilərini qəbul eləmiş oldu. Baxın, daha çox rast gəlinən şəxsiz fe'llər hansılardır? Bunlar da məndən məsləhət. Yaxşı, bax, çoxlu oxuyub yadınızda saxlayın. Yanaşılmaq, baxılmaq, təsadüf olunmaq, rast gəlinmək, toxunulmaq nəyə, məhəl qoyulmaq nəyə? İmkan verilmək, icazə verilmək, xidmət edilmək, diqqət yetirilmək, qulaq asılmaq, inanılmaq, söz verilmək, kömək edilmək, nəzər salınmaq, əhəmiyyət verilmək, hörmət edilmək və s. nə olmuş oldu? Şəxsiz fe'llər olmuş oldu. İndi gələk qayıdış növü. Bax, qayıdış növ fe'llərdə subyekt, yəni işi öz üzərində icra edir. Bax, bunun üçün əsas yazırsınız ki, qayıdış növü olaraq. Baxın, subyekt bərabərdir obyekt. Bax, saldırıq da hamısını. Bu da bərabərdir subyektə. Baxın, bu qaydanı yazırsınız. Bir də yazırsınız ki, əsas bura özünə. Öz-özünə daha doğrusu, öz-özünə. Öz-özünə. Bax, nə dedi? Qayıdış növlə bağlı.
Qayıdış növünün şəkilçisi olmuş olacaq ıl və ın şəkilçisi. Il və ın şəkilçisi. Il və ın şəkilçisini harda gördük? Məhsul növdə gördük, şəxsiz növdə gördük. Baxın, qayıdış növdə də qrammatik göstəricisi nədir? Il və ın şəkilçisidir. Bu növdə subyekt və obyekt nə olur? Eyni söz olur. Bax, nə yazmışdıq bayaq? Subyekt bərabərdir obyekt, bərabərdir subyektə. Bu növdə subyekt və obyekt eyni söz olmuş olacaq. Başqa sözlə desək, subyekt həm öz gördüyü işin obyekti o olur. Bax, başqa sözlə desək, subyekt həm də öz gördüyü işin obyekti olmuş olur. Məsələn, nəticədə nə olacaq? Subyekt və obyekt bir əşyada, bir şəxsdə birləşmiş olacaq. Qayıdış və məhsul növdə bax, olan feillər bir-birinə formaca bənzəyir. Hansılar? Qayıdış və məhsul növdə olan feillər formaca bir-birinə bənzəyir. Hər ikisi ıl və ın şəkilçiləri vasitəsilə düzəlir. Amma bunların arasında müxtəlif fərqlər də var təbii ki. İndi baxaq görək bu fərqlər nədir? Qayıdış növdə işlənən, iş görən, bax məlumdur, qayıdış növdə iş görən məlum olur və hərəkəti öz üzərində icra edir. Nə oldu qayıdış növdə? İşi görən məlum olur və hərəkəti öz üzərində icra edir. Məsələn, duman çəkildi. Dumana kimsə gedib çəkir? Yox. Duman öz-özünə, bax, öz-özünə çəkilmiş olur. Gül açıldı. Gül kimsə gedir açır? Yox. Gül öz-özünə açılmış olur. Qız darandı, qız bəzəndi, hava tutuldu, əsgər irəli atıldı və s. də həmçinin. Məhsul növdə nə olacaq? Dedik ki, iş görən məlum deyil, iş subyektin öz üzərində icra olunmur. Məsələn, şəkil çəkildi. Şəkil çəkən məlum deyil, qapı açıldı, qapını açan məlum deyil. Yun darandı, otaq bəzəndi, cinayətkar tutuldu, top atıldı və s. Bəzi düzəltmə feillər qayıdış növ məzmunu bildirsə də, bax, qayıdış növ məzmunu bildirsə də, qayıdış növdə deyil, məlum növdədir. Məsələn, bax, şagird dilləndi, uşaq şadlandı, ana fərəhləndi, saçı yağlandı, armud sulandı, əli qocaldı, hava qaraldı, su duruldu və s. Nəzərə almaq lazımdır ki, məlum növdən başqa bütün digər növlər feildən düzələn feil olmalıdır. Digər tərəfdən qayıdış növünün xüsusi şəkilçisi ıl və ın şəkilçiləridir. Və burada yuxarıda verdiyimiz cümlələrdə görürük ki, ıl və ın şəkilçisi yoxdur. Və bu tipli feillər ona görə qayıdış növ yox, məlum növdə olmuş olacaq. Geyinmək, soyunmaq, çırmanmaq, qızınmaq, baxınmaq sözlərdə qayıdış növdə işlənir. Bir qism feillər eyni şəkilçi qəbul edərək həm məhsul, həm də qayıdış növdə işlənə bilirlər. Belə feillərin hansı qrammatik məna növünə aid olduğunu ancaq cümlə daxilində biz müəyyən eləmiş ola bilərik. Məsələn, nümunə olaraq yazaq. Top atıldı. Top atıldı deyəndə, bax, top neyəcək? Kimsə tərəfindən atılacaq. Bu nə olmuş olacaq? Məchul növ olmuş olacaq. Və yaxud da şəkil çəkildi. Burada nə olacaq? Bir dənə də yazaq, şəkil çəkildi. Bax, bu da oldu məchul növ. Baxın, indi bunları necə biz işlədə bilərik? Qayıdış növdə. Deməli, yazsaq ki, duman çəkildi. Duman çəkildi. Bunda olacaq, bax, qayıdış. Niyə görə? Çünki duman öz-özünə çəkilmiş olur. Ona görə olur burada qayıdış. Amma şəkil çəkildi deyəndə, şəkil kimsə tərəfindən çəkilir. Ona görə o da olur məchul növdə. İndi atıldıya aid nümunə yazaq. Top atıldı. Bax, nə olacaq? Məchul növdə. Amma yazsaq ki, əsgər irəli atıldı. Əsgəri kimsə atmır da, əsgər öz-özünə atılır. Ona görə bu da olmuş oldu qayıdış növdə. Bu da belə. İndi gəldik qarşılıq bircəlik növə. Bu növ feillərdə işin icrası üçün ən az 2 şəxs iştirak eləməlidir. Bax, ən az nə oldu? 2 şəxs iştirak eləməlidir və bu növün xüsusi qrammatik göstəricisi ış və ş şəkilçiləri olmuş olacaq. Baxın, qarşılıq növdən yadımızda saxlayırıq ki, bir-biri ilə. Amma bircəlik növdən yadımızda saxlayırıq ki, nə? Bircə, adında da var. Bax, bircə, adından da göründüyü kimi bircə. Bax, bu açar sözlərlə yadımızda saxlaya bilərik. Eyni ad altında verilən bu qrammatik məna növü əslində məzmun etibarilə bir-birindən fərqlənmiş olur. Qarşılıq, bax, mənalı feillərdə, bu tip feillərdə iş, hərəkət qarşı-qarşı icra olunur. Belə feillər şəxsə görə dəyişərkən həm təkdə, həm də cəmdə işlənə bilir. Yazışdım, yazışdıq, baxışdın, baxışdınız və s. Bircəlik mənalı feillərdə isə bu tip feillərdə iş və hərəkət qarşı-qarşıya yox, adından da göründüyü kimi bircə icra olunur. Belə feillər isə şəxsə görə dəyişərkən ancaq cəmdə işlənir. Bax, təkdə işləmir. Ağlaşmaq, xürüşmək və s. Bütün şəxslər üzrə deməli dəyişəndə deyirik qarşılıq növ, amma ancaq cəmdə işlənən olsa olur bircəlik növ. Məzmunca qarşılıq növə oxşar olan yarışmaq, barışmaq, güləşmək, çalışmaq, alışmaq, qarışmaq, məsləhətləşmək, sözləşmək, məktublaşmaq kimi feillər məlum növdədir. Çünki onlar qarşılıq növün göstəricisi, yəni onların şəkilçisi bu sözlərdə iştirak eləməyib. Küslü dostlar barışdılar, idmançılar yarışdılar, onlar güləşdilər. Bunlar qarşılıq məzmunu olsa da hamısı məlum növdə olmuş olacaq. Çünki onlarda qarşılıq bircəlik növün şəkilçisini görürük ki, yoxdur. Yığışmaq və toplaşmaq feilləri bircəlik, bax, məzmunu daşıyır.
işlənir. Qarşılıq məzmununu daşımır. Nə oldu? Yığışmaq və toplaşmaq. Yığışmaq, toplaşmaq nə olmuş oldu? Bircəlik qarşılıq olmadı. Biz yığışdıq, biz toplaşdıq və s. Yığışmaq sözü cümlədəki yerindən asılı olaraq məlum növdə də işlənə bilər. Məsələn, ağlım başıma yığışdı formasında. Bu da belə. Baxışmaq feilində isə iş, hərəkət qarşı-qarşıya icra olunduğu üçün qarşılıq növdədir. Bax, baxışmaq feilində iş, hərəkət qarşı-qarşıya, nə deyir? Bax, qarşı-qarşıya icra olunduğu üçün qarşılıq növdədir. Iş şəkilçisi qoşulduğu sözə, bax, qayıdış növ, yəni işi öz üzərində görmək məzmunu verərsə, həmin feillər qarşılıq bircəlik növdə yox, məlum növdə olmuş olacaq. Qızışmaq, gəzişmək, girişmək, büzüşmək, sürüşmək. Bu sözləri yadınızda saxlayın. Qayda olaraq da yazın ki, yadınızda qalsın, testlərdə qabağınıza çıxacaq. Iş şəkilçisi qoşulduğu sözə qayıdış növ məzmunu verirsə, yəni iş şəkilçisi bax qoşulduğu sözlə bir yerdə qayıdış məzmunu verərsə, həmin feillər qarşılıq bircəlik növdə yox, məlum növdə olmuş olacaq. Məsələn, qızışmaq, gəzişmək, girişmək, büzüşmək, sürüşmək və s. İtibar növ. Demək, itibar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. Artıq burada üçüncü də olur, bax. Nə deməkdir bu? Başa salacağım. İtibar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. Bu növün xüsusi qrammatik göstəricisidir və t-dır. Məsələn, görüşmək, hürüşmək. Burada səhv gedib. Nümunələr səhv gedib. Nəzərə alarsınız, burada nümunələr səhv gedib. Və bura olacaq, yazarsınız ki, yazdırmaq, gətirtmək. Bu çap səhv idi. Sizdə də əgər belədirsə, üzərindən xətt çəkib yazdırmaq və gətirtmək sözlərin yerinə yazarsınız. Yaxşı. Daha sonra, bu növdə olan feillərdə işi, hadisəni danışan və ya haqqında danışan deyil, başqası icra edir. Əslində hərəkətin icrası üçün 2, 3 də ola bilər. Subyektin olması lazım gəlir. Məsələn, burada 3 yazmışdım ha. Yəni, 3-cü subyektin də burada olması lazım gəlir. Bu da belə. Davam edək. Bir də bunu qeyd edirsiniz ki, itibar növünə bağlı da. Burada artıq başqasına söhbəti var. Başqasına. Bax, açar məqam bu başqasına sözüdür. Bir də burada olur yönəldən subyekt. Yönəldən subyekt. Yönəldən subyekt birinci subyektdir. Bax, birinci sı yazıram. İcra edən subyekt isə icra edən subyekt. İcra edən subyekt isə ikinci subyekt olmuş olacaq. Bax, bunu da qeyd olaraq yazırsınız. Yönəldən subyekt birinci subyekt, icra edən subyekt isə ikinci subyekt olmuş olur. Subyektlərdən biri göstəriş verir, digəri isə onu yerinə yetirmiş olur. Adətən cümlədə işi icra edənin kimliyi göstərilmir. Həyətdə quyu qazdırdım və məktubları oxutdum. Bəzən ikinci subyektin adı çəkilə bilər. Bu zaman həmin subyekt yönlük halda işlənəcək və cümlənin tamamlığı olmuş olacaq. Məsələn, müəllim məktubu Əliyə oxutdu. Bax, Əliyə burada subyektdir, məktubu obyektdir, müəllim də subyekt olmuş oldu. Amma burada Əliyə subyekt olsa da nə oldu? Tamamlıq vəzifəsində olmuş olacaq. Hər dırtı şəkilçiləri qoşulduğu sözü itibar növdə hesab eləməməliyik. Dırtı şəkilçiləri qoşulan sözdə həm də itibar məzmunu da olmalıdır. Buna diqqət edək. Nə dedik? İtibar məzmununda mütləq olmalıdır. Harda dırtı gördük, gedib qaçıb tez itibar növ götürülür. Məzmununa da baxırıq ki, orada itibar məzmunu olsun. İşığı yandırdım cümləsi ilə yazını yazdırdım cümləsini müqayisə edək. Bax, birinci cümlədəki işi nə edir? Subyektin elə özü icra edir də. Deyir, işığı yandırdım. Kim icra edir? Özü icra edir də. İşi kiməsə etdirməyib də. Olacaq bu hansı növdə? Məlum növdə. Amma yazını yazdırdım deyəndə nə olur? Burada işi özü eləməyib, subyekt özü eləməyib burada. Yazını yazdırdım. Artıq burada üçüncü bir şəxs var da, başqasına gedib yazdırıb. Ona görə bu artıq olmuş olacaq itibar növdə. İtibar növdə olan feillərdə işin icraçısı yönlü halda olan sözlə nə ola bilər? Bərpa oluna bilər. Məsələn, yazını yazdırdım. Yazını şagird. Gördük, yönlü halda olan sözlə bərpa eləmiş oldu, yazdırdım. Elə feillər var ki, cümlədəki yerindən asılı olaraq itibar məlum növlərdə də işlənə bilər. Məsələn, ana məktubu oxutdu. Bax, üçüncü bir şəxs var da artıq burada. İtibar növdədir. Oğlunun liseydə oxutdu. Burada isə məlum növdədir. Yəni özü oxutub da burada. Oxutdurdu olsa yenə deyərdik hə. Dəyişdir, bildir, göndər, yandır, qızdır, güldür, qopart, qaçırt, inandır, öldür, sındır, çatdır, nümayiş etdir, qaldır, geyindir, soyundur və s. kimi feillər itibar növdə deyil, məlum növdə olmuş olacaq. Daha sonra baxdırmaq feili itibar növdədir. Daha sonra bura yaza bilərik ki, yazdırmaq, gətirtmək, söndürtmək, yandırtmaq feillərdə nə olacaq? İtibar növdə olmuş olacaq. Həm itibar növdə, həm də qarşılıq bircəlik növdə işin icraçısı bir nəfər olmur. Lakin qarşılıq bircəlik növdə işi görməkdə tərəflərdən biri digərinə tabe olmadan müstəqil olaraq iş icra olunmuş olacaq. İtibar növdə isə biri digərinə tabe olmaqla iş yerinə yetirilmiş olur. Feil bu qədər. İndi bir dənə də qeydim var. Onu da yazarsınız. Dəqiq yer tapın buradan. Yazın ki, qayda dəftərinizə.
gör, döy, yu, cey, de. Baxın, bu sözləri yazırsınız. Əgər bu sözlərdən sonra ıl üstü 4, yəni ıl şəkilsi artırılsa, məsələn, deyildi. Və yaxud da ki, ın şəkilsi artırılsa, ın üstü 4, deyindi. Baxın, bunlara ıl artıranda olur məhsul növ, ın artırılanda olur qayıdış növ. Bunları da qeyd edirsiniz, bax, məhsul. Burada yer az qaldı, yaza bilmədim. Ilda yazırsınız ki, bax, ıl üstü 4 artırılanda olur məhsul növ, ın üstü 4 artırılanda olur qayıdış növ. Bu günlük bu qədər. Əlavə nə sualınız olsa, şərh bölməsində qeyd edərsiniz. Sağ olun.